İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfər etməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından vacib rol oynayacaq. Bu görüş çərçivəsində bir neçə vacib sənədlərin imzalanması da İranın Azərbaycanla əlaqələrini daha da gücləndirilməsi baxımından maraqlı olduğunu ortaya qoyur. Mövzunu millət vəkili Jalə Əliyeva ilə davam etdirəcəyik. Buyurun dinləyək. Bu səfər 120 nəfərlik nümayəndə heyəti ilə birlikdə həyata keçirilirdi və düşünürük ki, bu səfərin əhəmiyyəti əlbəttə çox böyükdür. Səfər çərçivəsində hər iki ölkə prezidentinin cənab İlham Əliyevlə İran prezidentinin görüşləri həm heyətlər halında, həm də təkbətək görüşlərdə toxunulan məsələlər bugün sadəcə bölgə düzənini deyil, həm də dünya düzənini də ehtiva edir və bugün nəzərə alsaq ki, dünyamız dəyişən dünya şərtləri altında yaşayır, yeni dünya nizamı şərtləri altında yaşayırıq. Əlbəttə ki, bölgənin ən yaxın qonşusu olan İran İslam Respublikası ilə də münasibətlərin inkişafı əlbəttə ki, çox böyük bir əhəmiyyət daşıyır. Həm hər iki ölkənin xalqları üçün, həm də bölgənin deyək ki, bugünü və gələcəyi perspektivləri baxımından böyük bir əhəmiyyət daşıyır və düşünürük ki, bir daha demək istəyirəm ki, toxunulan məsələlər, verilən açıqlamalar iki ölkə arasında ikili münasibətlərin həm də eyni zamanda bu ikili münasibətlərdən doğan digər ölkələrlə, həm qonşu ölkələrlə, həm də dünya ölkələri ilə münasibətləri də nizamlamaq, tarazlamaq baxımından əhəmiyyətli olacaqdır. Təşəkkür edirəm Jalə xanım, ətraflı cavabınız üçün. Bir daha xatırladaq ki, İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfərindən danışdıq və iki ölkə arasında əlaqələrin hazırki vəziyyətini müzakirə etdik.